Bizim sizdən və digər vətəndaşlardan xahişimiz odur ki, yol hərəkət qaydalarına riayət edəsiniz. Özünüzə və sürücülərə maneçilik törətməyəsiniz, təhlükə yaratmayasınız. Sumqayıt şəhərində piyadaların təhlükəsizliyinin təmin olunması məqsədi ilə maarifləndirmə tədbirləri mütəmadi olaraq həyata keçirilir. Siz piyada zolağından keçmirsiniz, düzdürmü? Piyada zolağı 20 metrə qabaqdadır. Siz özünüzə də təhlükə yaradırsınız, digərlərinə də təhlükə yaradırsınız, sürücülərə də təhlükə yaradırsınız. Ona görə piyada zolağından keçmək lazımdır. Şəhər ərazisində piyada keçidlərindən düzgün istifadə etməyən və yol hərəkəti qaydalarını pozan şəxslərlə izah edici söhbətlər aparılır, onlara qanunvericiliyin tələbləri izah edilir. Biz çalışırıq vətəndaşların yol hərəkət qaydasından riayət eləmələri düzgün qaydada olsun. Sizdən xahişimiz odur ki, piyada keçidlərindən istifadə edin. Əgər əks təqdirdə istifadə etməsəz, bu sizin can sağlığınıza zərərdir. Üstəgəl ailə üzvlərimizə, sürücülərimizə qarşı problemdir. Tədbirlər Sumqayıt şəhər İcra Hakimiyyəti, Sumqayıt şəhər polis idarəsi və könüllülərin birgə iştirakı ilə təşkil olunur. Sizə biz protokol yazmırıq, sadəcə maarifləndiririk ki, gələn səfər bu şeylər təkrarlanmasın. Qarşı tərəfdə piyada keçidi var. Öz təhlükəsizliyinizi və sağlamlığınızı qorumaq üçün oradan keçməyiniz daha məsləhətlidir. Bunu ailə üzvlərinizə və yaxınlarınıza deməniz daha yaxşı olardı. Maarifləndirici fəaliyyətlər şəhərin müxtəlif küçə və prospektlərini əhatə edir və bu istiqamətdə işlər gündəlik olaraq davam etdirilir. Biz sizə başa salırıq, siz də evinizdə, ətrafınızda, dostlarda, hər yerdə başa salın ki, piyada keçidindən istifadə etmək lazımdır. Yol hərəkət qaydalarına riayət etmək lazımdır. Elvin Qudratov, Şəmistan Fikrətli, Elbrus İsmailov, bugün informasiya proqramı üçün.